Bərabər Esmira xanımla bugün şəhər daxili axşam dərsindəyik. Esmira xanım, yuxarıdakı nişanları görürsən? O zolaqda hərəkət istiqamətini bildirir. Bildirir ki, bax bu iki zolaq gedişdir, iki zolaq geri dönənlər üçündür. Yox, biz düz getdik. Gördün, iki zolaq, iki zolaq buradadır. Deməli, iki gediş var, iki gedişdəyik biz. Bir zolaq sola keçsəniz, məcburən sola dönməliydik. Oldu mu? Davam elə. Öz zolunu düzgün mövqe tut. Zəhmət olmasa sağa qaçırsan, qaçma sağa. Sol sağ düzgün bax arada. Baxmayaraq yaxşı işıq, amma qabaqda bir balaca sıxlıq var. Ona görə çox artırma sürətini. Hiss-hissə qaz ver yavaş-yavaş indi artıq. Biraz da davam elə. Ay maşallah sizə. Özünüzü necə sevirsiniz? Maşallah. O nişanı görürsənmi? Bir ox düzdür, bir ox başını əyib sanki sola doğru. O demək sağdan bir zolaq daralacaq, yəni bitəcək. İndi diqqətlə hələ ki zolaq var. Gedəcəksən qarşıya görürsən zolaq yoxdur. O nişan əvvəlcədən bizi məlumatlandırdı. Məlumat verici qrupa aid olan nişandır. 5-ci qrupa. Bax görürsən gələrsən. Bax orada bayaqda 3 zolaq var. Bax bitdi zolaq. Bax o nişan bunu bildirirdi. Azad, qırmızı işıqdır. Fikrimi çatdıra bildim. İndi qarşıdan biz sağa doğru gedəcəyik. Mən indi çəkiş dayandırıram, amma dərsimiz davam edir. Uğurlar olsun sizə.